qidalardan ən birinci şərt şəkərin yeməməsi. Çünki şiş hüceyrələri 40 dəfə artıq qlukozanı mənimsəyir. Məhz sənaye qlukozasını. Yəni şəkərdir, mürəbbədir, şirniyyatdır və bu kimi şirin şeylərdir. Amma təbii üzümdür, qaysıdır, baldır. Bunları istifadə eləmək olar. Quru meyvələrdir, məsləhətdir. Olmaz ağ çörəyi, mayalı ağ çörəyi. Mayasız olar hardasa, amma ağ çörək mayalı olmaz. Ət istifadə eləmək olmaz. Çünki bədəndə turşuluq yaradır və süddən istifadə eləmək olmaz. Doktor, üzr istəyirəm. Vaxt deyirsiniz ki, ət istifadə etmək olmaz. Bu ümumiyyətlə nə zaman istifadə? Xəstəlik müddətində yoxsa necə? 1-2 ay. Çünki biz bir çox xəstəliklər var ki, onların belə deyim, müalicəsi zamanı mütləq şəkildə zülal qəbulu, yəni ətin daha çox qəbul olunması tapşırılır. Zülal qəbul olunur. Sadəcə yox, bitki zülalları. Aha. Yəni istənilən vələmir, qarabaşaq, noxud və digər paxla və digər bitkilərin tərkibindən alırıq, yəni lazım olduğu zülalı belə. Kifayət qədər zülallar bitkilərdə var və insanın anatomi fizioloji quruluşu ət yemək üçün uyğun deyil. İnsanın nə mədə bağırsaq traktı, nə diş strukturu ət yemək üçün nəzərdə tutulmuyubdur. Ümumiyyətlə, insan ət yeməsə də çox rahat yaşaya bilər. Amma hərçənd ki, bizdə indi qarışıq qidalardır, sadəcə olaraq bir müddət şiş prosesləri aşkar olunduqda, müəyyən müddətdə bir pəhriz saxlandıqda onu müalicə eləmək olur.